Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə əşrafil ənbiyai vəl mursalin Nəbiyyə Muhammed və alə alihi və sahbihi əcma'in və əşhədu ən la ilahə illallah vəhdəhu la şərikə ləh və əşhədu ənə Muhammedən abduhu və rasuluh Rabbi şrah li sadri və yəssir li əmri və hlul uqdətən min lisani yəfqahu qavli əmmə bə'd. Dərsə başlamamışdan qabaq qardaşlardan xahiş edəcəm ki, telefondan səslərini alsınlar. Qoy bizim dərsimizə mane olmasın. Demək, əlhamdülillah Allah müvəffəq elədi. Bu vaxtacan imanın rükunlarından ilk 5 dənəsini keçib qutardıq. Qısa da olsa ən mühüm, ən lazım olan məlumatları oxuduq. Bugün isə imanın rükunlarından sonuncu, 6-cı olan qədərə iman barədə qısa olaraq danışacağıq inşallah. Bilirsiniz ki, dərsimizi başladığımız Cəbrail hədisində Cəbrail əleyhissalam Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşanda ki, iman nədir? O, iman barədə 6 şeyi qeyd edir. Onlardan da sonuncusu hansı idi? Ən tu'minə bil qədəri xeyrihi və şərri. Qədərə, onun xeyrinə və şərrinə iman etmək. Qədər, iman etməyin. Qardaşlar, qədər, qəza və qədər biz deyirik. Düzdür? Əl-qada və əl-qadar. Qəza və qədər. Qəza və qədər ümumiyyətlə, yəni əgər onlardan tək gələrsə, məsələn, qəza da gəlsə, qədər də gəlsə, haradasa qabağınıza çıxsa, Allahın qədəri və ya Allahın qəzası, bilin ki, o elə bir-birini əvəz edir, yəni eyni şeydir. Ancaq qəza ilə qədər arasında alimlər, yəni ikisi də bir yerdə gələrsə, qəza və qədər, ikisi də bir yerdə gəldi. Alimlər bəzi fərqlər qoyurlar. Onlardan ən məşhuru, İnşallah birazdan qeyd eləyəcəm. Ondan öncə də deyim ki, qəza və qədər nədir, qardaşlar? Qədər nədir? Qədər ərəb dilində, yəni bir şeyin ölçüsü, qədəri, aydındır, bir şeyin ölçüsü, qədəri, yəni bu mənadadır. Və Allah subhanahu və teala hər bir şeyə bir biçim verib. Əvvəlcədən hər bir şeyi bilib, düzdür, İnsanı, başqa məxluqları yaratmağı necə yaradacaq, onlar nə edəcək və s. Hər birinə bir qədər, bir biçim sanki verib. Aydındır. Ona görə ona nə deyilir? Qədər deyilir. Və qədər nədir? Qədər Allah Taala'nın hər bir şeyi olacaq və olmayacaq, hər bir şeyi bilməsi əzəli elminə. Çünki Allah Taala əzəldən hər şeyi biləndir. Bilməsi və o bildiyini yazması. Levhul Məhfuzda bilirsiniz ki, Allah Taala hər bir şey nə olacaqsa hər şey yazıb. İndi o barədə danışacağıq. Ondan sonra da nədir? Onu istəməsi, onun baş verməsini istəyir və onu baş verdirir. Yəni onu xəlq eləyir, yaradır. Yəni Allah Taala birincidən hər şeyi bilir. Sonra nədir? Hər şeyi yazıb. Sonra o şey necə baş verir? O bilinən, yazılan şey necə baş verir? Allah Taala istəyir ki, o baş versin və onu yaradır da, onu baş verdirir. Aydındır? Bu, qısa olaraq, asan yolla əgər qəza və qədəri başa düşmək istəyiriksə, onun mənası budur. Və bayaq dediyim kimi, qəza və qədərin fərqində də alimlər deyirlər ki, qədər, bayaq axı dediyim, məsələn, bəzi alimlər var ki, izah eləmək üçün belə sözdən istifadə ediblər ki, deyir, məsələn, qədər nəyə oxşuyur? Tutaq ki, bir dərzi, indi Allah Taala hər bir məsələdən ucadır, Allaha biz heç nəyə oxşatmırıq. Sadəcə anlaşılsın deyənə misal çəkilir. Məsələn, bir dərzi, məsələn, hansısa bir paltarı kəsməlidir, tikməlidir, düzdür? Əvvəlcədən ona ölçü biçim verir, düzdür? Düzən verir. Buna deyilir nə? Sanki bu, yəni qədər sözünün mənasına oxşuyur. Yəni ona bir ölçü biçim verir, düzdür? Sonra artıq onu tikir, həmən o tikməsi də, həmən o şeyin baş verməsi də nədir? Qəzanın mənasına oxşuyur. Yəni demək, yəni başqa fikirlər də var onların fərqi barədə, ancaq ən məşhuru budur. Yəni qəza, yəni qədər birinci gəlir. Qəda Allah Taala'nın bir şeyi bilməsi və onu yazması. Ondan sonra istəyib onu yerinə yetirməsi, onu yaratmasısa nədir? Qəzadır.
Ona görə də hətta biz dilimizdə deyirik qəza baş verdi filan. Yəni Allah bilir, o da o yəqin ki, o mənadan götürülmüş bir şeydir. Yəni artıq baş verməsi qəzadır. Ancaq əvvəldən yəni təyin olunması, təqdir olunması o qədərdir. Qəza və qədər ümumi mənası bu idi. Ondan sonra baxırıq Qurani-Kərimə və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə və görürük ki, qədər barədə artıq mən qədər deyəndə siz qəza və qədər, yəni ikisini də başa düşürsünüz də, yəni eyni şey kimi deyilir. Bir çox ayə və hədislər var. Allah subhanahu və teala buyurub ki, İnnə kullə şeyin xalaqnahu bi qadar. Həqiqətən biz hər bir şeyi qədərlə yaratmışıq. Hər bir şeyi qədərlə yaratmışıq. Başqa ayədə buyurur ki, Qul lən yusibənə illə mə kətəbəllahu lənə. De, Allahın bizim üçün yazdığı şeydən başqa başımıza heç nə gəlmir. Yəni, bizim başımıza nə gəlirsə, Allah Teala onu biz üçün yazıb. Ayənin mənası budur. Başqa bir ayədə Allah Teala buyurur ki, Mə asabə min musibətin fil ardı və lə fi ənfusikum illə fi kitabin min qablə ən nəbrəhə. Deyir ki, elə bir şey yoxdur ki, yer üzərində və ya sizin özünüzdə baş versin və onu Allah bunu yaratmamışdan əvvəl yazmasın. Yəni, Allah Teala istəyir yer üzündə baş verən hər bir şeyi, istəyir də bizim özümüzdə baş verən hər bir şeyi, onlar baş verməmiş, yəni yaradılmamış, hətta biz yaradılmamışdan öncədən neyniyib? Hər şeyi yazıb. İnnə zəlikə aləllahi yəsir. Şübhəsiz ki, bu Allah üçün asandır. Allah Teala'ya heç nə çətinlik törədə bilməz. Bu, Qurani-Kərimdən bəzi ayələrdir ki, hamında biz nə başa düşürük? Qədərin, yəni vacibliyini başa düşürük ki, biz qədərə iman eləməliyik. Yəni, Allah Teala'nın təqdirdə yəni yazmadığı bir şey baş verə bilməz. Nə baş verirsə, istəyir yaxşı şey, istəyir bizə pis görünən şey, hər bir şey Allahın təqdiri ilə, qədəri ilə baş verir. Hədislərdən də məşhur hədis var, onu xatırlatmaq yerinə düşər. Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, Əl-mu'minul qaviyyu xeyrun və əhəbbu iləllahi minəl-mu'minid daif. Deyir ki, güclü mömin Allaha, yəni Allah qatında daha yaxşı və Allaha daha sevimlidir. Kimdən? Zəif mömindən. Yəni, güclü mömin, zəif mömindən daha xeyirli, daha yaxşı və Allaha daha sevimlidir. Hədisin davamına baxın. Və fi kullin xeyr. Ancaq hər birində, yəni ikisində də xeyir var. Hər birində möminin xeyir var. İhris alə mə yənfəuk. Deyir sənə, Peyğəmbər s.ə.v bunu nəsihət edir bizə. Deyir sənə xeyir verən, yəni fayda verən şeyə həris ol. Və istəin billah. Və Allahdan kömək istə. Sonra deyir ki, və lə tə'cəz. Və aciz olma, yəni acizlik göstərmə. Buraya can başa düşün. İndi bizə lazım olan əsas məsələ. Deyir, və in asabəkə şeyun fələ təqul ləv ənni fəaltu kədə ləv ənni fəaltu kənə kədə və kədə. Deyir, və sənin başına bir şey gəlsə, demək ki, mən belə eləsəydim, belə və belə olardı. Və ləkin qul qadarullahi və mə şəə fəal. Deyilən ki, bu Allahın qədəridir, onun istədiyini eləyir. Yəni, o istədi və istədiyini elədi. Sonra deyir ki, فَإِنَّ لَوْ تَفْتَحُ عَمَلَ şeytan. Çünki əgər demək, yəni qədərlə bağlı, olub keçənlə bağlı demək ki, əgər belə olsaydı, belə olardı, belə eləsəydin, bəlkə belə olmazdı. Neyniyir? Şeytanın yəni əməlinə qapı açır. Aydındır, bu da sünnədən bizim hədisimiz idi ki, burada Peyğəmbər sallallahu aleyhi ve sellem bizə buyurur ki, yəni olub keçən barədə deyilən ki, bu Allahın qədəridir. Allah istədiyini eləyəndir. Ondan sonra demək tabiinlərdən olan Tavus, Allah ona rəhmət eləsin, deyir ki, Ədraktu nəsən min ashabi Rasulillahi sallallahu aleyhi ve sellem yəqulun kullu şeyin bi qadar. Deyir, mən Allah Rəsulunun sallallahu aleyhi və səlləm səhabələrini gördüm. Onlar deyərdilər ki, hər bir şey qədərləndir. Hər bir şey qədərləndir. Sonra da deyir ki, Abdullah ibn Ömərdən eşitdim ki, o, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir ki,
kullu şeyin bi qadar, hər bir şey qədərləndir. Həttəl aczu vəl keys. Avul keysu vəl aciz. Hətta bir insanın aciz olması və ya tənbəllik eləməsi və onun əksi. Aydındır qardaşlar. Demək Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, hər bir şey qədərlə. Hətta insanın məsələn bir şeyə tənbəllik eləməsi, səhlənkarlıq eləməsi, acizlik eləməsi və onun əksi də nədir? Yəni tənbəllik eləməməsi, fəallıq eləməsi. Aydındır. Hətta bu belə nədir? Qədərdir. Allah bunu belə qədərimizə yazır. Ondan sonra qardaşlar, başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, "Mə minkum min əhədin illə və qad kutibə məq'aduhu minəl cənnəti və məq'aduhu minən-nar." Sizdən elə biriniz yoxdur ki, onun ya cənnətdən, ya cəhənnəmdən yeri yazılmasın. Bu nəyi bildirir? Yəni bizim hər birimizin ya cənnətə, ya cəhənnəmə getməyimiz barədə artıq Allah Taala əvvəlcədən bilib və onu qədərində yazıb. Yəni o Allahın yanında, Allah üçün bilinən bir şeydir. Bizim üçün bilinməyən olsa da. İndi burada sual çıxır və bunu səhabələr Peyğəmbər sallallahu əleyhi və səlləmə verirlər hədisin davamında ki, "Fəqalu ya Rasulullah, əfələ nəttəkil?" Deyirlər ki, ey Allahın elçisi, onda yəni hər şeyin başını buraxmayaq. Aydındır. İnsana gələ bilər elə bir sual ki, yəni əgər artıq məlumdur ki, mən ya cənnətə gedəcəm, ya cəhənnəmə gedəcəm də. Yəni onsuz da o dəyişməyəcək ki. Aydındır, qədərdə yazıb, onsuz həll olacaq da. Onda mənim əməl eləməyimdə yəni nə fayda var? İnsana belə vəsvəsə gələ bilər. Yəni niyə mən əməl edirəm ki, onsuz da ya cənnətə gedəcəm, ya cəhənnəmə. Görün Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Deyir ki, "İ'malu fəkullun muyassar." Deyir ki, əməl eləyin, çünki hər kəs üçün asanlaşdırılır. İndi baxın görün nə asanlaşdırılır. Thumma qara'a fa'amma man a'ta wattaqa wa saddaqa bil husna ila qawlihi lil usra. Sonra bayaq namazda eşitdiyiniz Leyl surəsindən olan ayələri oxuyur ki, fa'amma man a'ta wattaqa. Fikri Allah Taala buyurur ki, o kəs ki ondan əvvəl nədir? İnnə sə'yakum ləşəttə. Həqiqətən sizin səyiniz, sizin yəni elədikləriniz müxtəlifdir. İndi o müxtəlifi sonra Allah Taala bizə izah edir. Deyir ki, "Fəəmmə mən a'ta vəttəqa." O kəs ki malından onun üzərində olanı, vacib olanı xərcləyir, yəni verir və ya onun üzərində olan yəni haqqı ödəyir, verir, hə? Vəttəqa və təqvalıdır. Yəni Allahın əmr elədiklərini yerinə yetirir, qadağa elədiklərindən çəkindirir, yəni təqvalıdır. Bu kəsə nə deyir? Sonra deyir, "Vasaddaqa bil husna" və deyir, yəni bunları eləyir və sonra da Allahın ona verəcəyi mükafatı, təsdiqləyir. Yəni inanır, iman eləyir ki, mən bunları eləyirəm və Allah Taala mənə bunun mükafatını verəcək. Nədir davamı ayədə? "Fəəmmə mən a'ta vəttəqa vasaddaqa bil husna fəsənuyassiruhu lil yusra." Biz deyir onun üçün deyir asanlaşdıracağıq. Xeyrə gedən yolunu, bəziləri deyir cənnətə gedən yolunu asanlaşdıracağıq. Aydındır? Yəni, baxın, deyir kim ki, onun üzərində düşəni eləyirsə, Allaha lazımınca ibadətini eləyirsə və iman eləyir, Allahdan umur ki, onun mükafatını alacaq, Allah Taala deyir, onun üçün xeyri neyir? Asanlaşdırır. Sonra surənin davamında da bunun əksi göstərilir. وَأَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنَى. Ancaq o kəs ki, simiclik eləyir və deyir, yəni ehtiyac duymur. Yəni simiclik eləyir, malından xərcləmir, ona vacib olan haqqları ödəmir və neyniyir? Sanki Allahdan ehtiyac duymur da, yəni o savaba, o əcrə ehtiyac duymur. وَكَذَّبَ بِالْحُسْنَى və yəni o cəzanı, mükafatı yalanlayır. Aydındır? فَسَنُيَسِّرُهُ lil-usra. Allah Taala deyir ki, biz onun üçün şərrin yolunu, yəni belə deyək də, şərrin yolunu, cəhənnəmə gedən yolu neynəyəcəyik? Asanlaşdıracaq. Yəni görürsüz Peyğəmbər sallallahu əleyhi və səlləm ondan soruşulanda ki,
bəs əgər bizim yerimiz artıq məlumdursa, ya cənnət, ya cəhənnəm, biz bəlkə əməl eləməyək, yəni başını buraxaq hər şeyin. Görün, deyir ki, yox, əməl eləyin, çünki hər kəs üçün, yəni kim nəyə yönlənirsə, Allah Taala o yolu onun üçün asanlaşdırır. Kim xeyrə yönəlirsə, xeyr eləyirsə, Allah Taala xeyrin yolunu və cənnətə gedən yolu onun üçün asanlaşdırır. Əksinə eləyən üçün isə nə edir? Allah Taala şərrin yolunu asanlaşdırır. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm görün bunu təfsir elədi. Yəni bu onu deməkdir ki, sən nə? Sən əməl eləməlisən. Yaxşı əməl eləməlisən. İkincisi də ki, sən axı bilmirsən sənin üçün nə yazılıb. Aydındır? Yəni, bir insan bəlkə bilsəydi, bəlkə bu ona hüccət ola bilərdi. Ancaq sən bilmirsən axı. Bu belə. Ondan sonra qardaşlar, yəni qısa olaraq bu məsələ barədə demək lazımdır ki, insanın əməlləri də qədərdə yazılıb və onun aqibəti də qədərdə yazılıb. Yəni Allah Taala bilirdi ki, Allah Taala səni yaradıb, sənə imtahan verib, sənə xeyri də göstərib, şərri də göstərib. Sənin üçün peyğəmbər göndərib, kitab göndərib, düzdür? Sənə haqqı, hidayəti göstərib. Ondan sonra əgər sən hidayəti seçəcəksənsə, onu da bilir, seçməyəcəksənsə, onu da bilir. Yəni sən yaxşı əməl eləyəcəyini də bilir, eləməyəcəyini də bilir. Və hər şeyi bildiyinə görə də sonunda sənin aqibətin nədir, onu da bilir və onu da yazıb. Aydındır? Ancaq biz bunu bilmirik deyənə nədir? Bizə düşən odur ki, yəni əməl eləyək. Yaxşı. Ondan sonra hədislərin birində, biraz uzun hədisdir, orada Peyğəmbər sallallahu aleyhi və səlləm İbn Abbasa radiyallahu anhumə deyir ki, وَعَلَمْ أَنَّ الْأُمَّةَ لَوْ اجْتَمَعَتْ عَلَى أَنْ يَنْفَعُوكَ بِشَيْءٍ لَمْ يَنْفَعُوكَ إِلَّا بِشَيْءٍ قَدْ كَتَبَ اللّٰهُ لَكَ. Bil ki, əgər ümmət, yəni insanlar yığılsalar ki, sənə neynənsə fayda versinlər, Allahın sənin üçün yazdığından artıq bir fayda verə bilməyəcəklər sənə. وَلَوْ اجْتَمَعُوا عَلَى أَنْ يَضُرُّوكَ بِشَيْءٍ لَمْ يَضُرُّوكَ إِلَّا بِشَيْءٍ قَدْ كَتَبَهُ اللّٰهُ عَلَيْكَ. Və əgər yığılsalar ki, sənə nəsə bir zərər versinlər, Allahın sənin üçün yazdığı zərərdən başqa artığını verə bilməzlər. Aydındır? Sonra deyir, rufi'atil aqlamu və cuffətis suhuf. Deyir ki, qələmlər artıq qaldırılıb, səhifələr artıq quruyub. Yəni, nə başa düşürük biz bundan? Biz bundan başa düşürük ki, Allah subhanahu wa ta'ala, indi o hədisi də götürəcəyik, bizi yaratmamışdan öncədən, 50.000 il öncədən qələmə əmr eləyib və qələm hər bir şeyin olacağını yazıb. Hər bir şeyin qədəri yazılıb. Ona görə deyir ki, qələmlər qaldırılıb, səhifələr quruyub. Hər şey artıq yazılıb. Ona görə də sənin necə böyük bir düşmənin olsa və ya necə bir böyük dostun olsa, sənə ən yaxşılıq eləyən və ya ən çox pislik eləyən, yenə də nədir, nə eləyəcəksə də, sən başıma nə gələcəksə də, hər bir şey artıq yazılıb. Ondan artıq və ya əksi heç bir şey sənin başına gələ bilməz. Və bu nə idi? Bu qədər barədə Quran və sünnədən bəzi dəlillərimiz idi. Və bu dəlillərdən biz bir şeyi başa düşürük. Biz bir şeyi başa düşürük ki, qədərin 4 dənə mərtəbəsi var, qardaşlar. Qədərin 4 mərtəbəsi var. Birinci mərtəbəsi Allah Taala'nın əzəli elmidir. Allah Taala əzəli elmi ilə hər bir şeyi əvvəlcədən, əzəli nədir? Yəni əvvəlcədən bilir. Nə olacaq, necə olacaq, nə olmayacaq, nə olsaydı necə olardı. Hər bir şeyi Allah Taala əvvəlcədən bilir. Bu birinci mərtəbədir, qədərin elm mərtəbəsi. İkinci, qədərin yazı mərtəbəsidir ki, Allah Taala hər şeyi bilir əzəldən. Və sonra da nə edir? Onu Levhul Mahfuzda nə edib? Yazıb, əmr eləyib ki, biz və nə vaxt? Bizim yaradıldığımızdan 50.000 il öncə. Çünki hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Kətəbəllahu məqadiral xalaiqi qablə ən yaxluqallahu səməvati vəl-arda bi 50.000 sənə. Deyir ki, Allah Taala məxluqların qədərlərini
göyləri və yeri yaratmazdan 50 min il öncə neyniyib? Yazıb. Və arşuhu aləl-mə. Və deyir ki, onun ərşi suyun üzərindədir. Hədis səhihdir, Müslim rəvayət eləyib. Demək, göyləri və yeri yaratmamışdan 50 min il öncə Allah subhanahu wa ta'ala hər bir olacaq şey barədə əmr eləyib ki, qələm yazsın, qədərləri yazın. Bu oldu ikinci. Demək, birinci elmdir, ikinci yazıdır. Ondan sonra nə gəlir qədərdə? Bayaq danışırdıq. Ondan sonra Allah Taala'nın istəyi, məşiə deyilir buna. Allah Taala'nın istəyidir ki, Allah Taala bir şeyi istəyirsə yalnız o baş verir. Aydındır? İstəmirsə isə baş vermir. Necə ki, Qurani Kərimdə Allah Taala buyurur ki, İnnəmə əmruhu izə aradə şeyən ən yəqulə ləhu kun fəyəkun. Deyir ki, o əgər bir şeyi istəyərsə, yəni onun belə deyək, işi elədir ki, əgər bir şeyi istəyərsə, onun əmri elədir ki, o bir şeyi istəyərsə, ona yalnız ol deyər və o da olar. Başqa bir ayədə deyir ki, وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللّٰهُ رَبُّ الْعَالَمِينَ. Siz aləmlərin Rəbbi Allah istəməyəncə qədər istəməzsiniz, istəyə bilməzsiniz. İndi Allah Taala'nın istəməyi barəsində də ayrı biz danışacağıq inşallah. İndi qısa olaraq mərtəbələri sayırıq ki, birinci elm, ikinci yazı, üçüncü istək, Allahın istəyi, dördüncü də nə qaldı? Yaratmaq qaldı da. Yəni Allah Taala hər şeyi bilib, hər şeyi yazıb, bir şeyin olmasını istəyib və o şey olub. Yəni Allah Taala onu yaradıb. Dördüncü Allah Taala'nın yaratmaq mərtəbəsidir ki, o barədə Allah Taala buyurur ki, Allahu xaliqu kulli şey. Allah hər bir şeyin yaradıcısıdır. Başqa ayədə də buyurub ki, Vallahu xalaqakum və mə tə'malun. Allah Taala sizi də, sizin etdiklərinizi də yaradıb. Yaxşı qardaşlar. Qədəri bayaq dedik ki, nədir? Allah Taala'dan başqa heç kim bilmir. Ona görə Əli radiyallahu anhu qədər barədə bir məşhur sözü var. Deyir ki, qədər Allahın sirridir. Qədər Allahın sirridir. Bəs insanlar qədər barədə necə bilirlər? Yəni, hardan bilə bilərik ki, filan şeyi Allah qədərdə yazıb? Bunun iki dənə yolla baş verə bilər. Bunlardan birincisi nədir? O şey baş verdikdən sonra. Əgər hər bir şey baş veribsə, artıq biz bilirik ki, demək ki, bunu Allah Taala qədərdə yazmışdır. Ancaq bu nədir? Sonradandır, əvvəldən deyil. Bir dənə də var ki, əvvəldən də bilmək olur bəzən. O da neyləndir? Əgər Allah Subhanahu Teala öz Peyğəmbərinə onu xəbər veribsə və o da bizə bunu xəbər veribsə, qeybdə olan bir məsələni, biz də ona iman edirik və yəni cəzmlə deyirik ki, bəli, bu belə olacaq. Allah Taala bunu qədərdə belə yazıb. Bunu da misal nəyə çəkmək olar? Məsələn, qiyamətin əlamətləri və s. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm qeyb barədə nə xəbər veribsə, hamısı. Və bəzən də elə olur ki, biz yəni yaşaya-yaşaya Peyğəmbər sallallahu əleyhi və səlləmin bizə xəbər verdiyi şeyi görürük ki, bu nədir? Baş verdi. Məsələn, ona nə misal çəkmək olar? Məsələn, Əbu Bakr radiyallahu anhun hədisi var ki, Peyğəmbər sallallahu əleyhi və səlləm minbərdə olarkən, deyir, fikir verin, Peyğəmbər sallallahu əleyhi və səlləm minbərdə olarkən onun nəvəsi Həsən onun deyir yanındaydı. Və deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm gah insanlara baxardı, gah da Həsənə baxardı, yəni həmən an baxırdı və deyirdi ki, İbni hədə seyyid, mənim bu oğlum seyyiddir, ağadır. Və ləalləlləha ən yuslihə bihi beynə fiəteyni minəl muslimin. Və deyir ki, Allah onun əli ilə yəni müsəlmanların iki dəstəsinin arasında neynəyəcək? Sülh eləyəcək, islah eləyəcək. Fikir verin. Demək, Peyğəmbər sallallahu əleyhi və səlləm Həsən barədə deyir ki, mənim bu oğlum
nədir? Seyyiddir, ağadır. Allah Taala onun əli ilə müsəlmanların iki tayfası, iki dəstəsi arasında islah edəcək. Yəni onları barışdıracaq, onları arasında sülh eləyəcək. Və bu da nə vaxt baş verib? Hicrətin 41-ci ilində biz tarixdə hamı bunu bilir ki, və buna nə deyilir? Amul cəmaa, cəmaat ili deyilir ona. Hansı ki, yəni xilafət mövzusunda ixtilaflar düşür və Həsən radiyallahu anhu insanlar birləşsin deyə, fitnə olmasın deyə, sülh olsun deyə öz haqqından, xilafətdən əl çəkir, xilafəti təslim eləyir, düzdür? Və həmən il, görürsünüz, tarixdə necə qalıb? Cəmaat ili. Yəni, hər kəs artıq bir olur, bir xəlifə arxasında birləşirlər. Və bunu Peyğəmbər sallallahu aleyhi ve sellem bizə xəbər eləmişdi, düzdür? Allah Taala'nın qədərdə yazdığı bir şey. Və bunu biz görmüşük ki, bu doğrudan da baş verib. Yaxşı. Biz deyirik ki, qardaşlar, Allah Taala hər şeyi yaradıb, düzdür? Hər şey deyəndə ora nə daxildir? Hər bir şey daxildir. Allahdan başqa hər bir şey. Ancaq biz keçən dəfə dərsdə demişdik ki, Quran-ı Kərim Allahın kəlamıdır. Yəni, onu bura aid eləmirik, düzdür? Ancaq bütün məxluqlar isə, yəni məxluq deyil Quran-ı Kərim. Ancaq bütün məxluqlarsa nədir? Allahın yaratdıqlarıdır. Yaxşı, hədisdə keçir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm duasıdır, namazı başlayanda. Orada bir cümlə keçir ki, وَالْخَيْرُ كُلُّهُ فِي يَدِكْ وَالشَّرُّ لَيْسَ إِلَيْكِ deyir, bütün xeyir sənin əlindədir. Allah Taala'ya dua eləyəndə deyir ki, bütün xeyir sənin əlindədir. Şərr isə sənə deyil. Şərr isə sənə deyil. Ancaq biz bilirik ki, Allah Taala hər şeyi yaradıbsa, düzdür? Həm xeyri yaradıb, həm də şərri yaradıb da, düzdür? Çünki bizim gördüyümüz ancaq xeyir deyil, yaxşı şeylər də, pis şeylər, hər bir şeyi Allah Subhanahu wa Taala yaradıb. Bəs bu hədisdən Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, yəni şər, yəni pis şeylər sənə deyil. Yəni, burada nə başa düşülür? Buradan nə başa düşülür? Bunu alimlər necə izah verirlər? Keçən dəfə qısa olaraq bu barədə danışmışdıq. Birincisi, qardaşlar, Allah Subhanahu wa Taala bəli, hər bir şeyi yaradıb. Ancaq onun hər bir yaratdığı şey hikmətləndir. Allah Taala hər şeyi hikmətlə eləyir. Və Allah Taala'nın nəzdində, yəni yanında mütləq şər yoxdur. Mütləq şər yoxdur. Hətta bizə mütləq şər kimi görünən, tutaq ki, iblisin yaradılması belə nədir? Mütləq şər deyil. İblisin varlığında nə qədər bizim, yəni yaxşı görə bilmədiyimiz nə qədər hikmətlər, nə qədər xeyirlər var. Ən azından bizim ibadət eləməyimiz, düzdür? Bizim ibadət eləməyimiz, ondan qorunmağa çalışmağımız, ona müxalif olmağa çalışmağımız və s. və s. və s. Alimlər bu barədə uzun-uzun danışıb kitablar yazıb. Hər bir şey, yəni bizim başımıza hansısa bir müsibət gəlirsə, bizə bu şər görünür. Ancaq Allah Taala onu hansısa bir hikmətə görə yaradıb. Hansısa bir hikmətə görə neyniyib? Göndərib. Və Allah Taala'nın elədiklərində mütləq şər yoxdur. Mütləq orada hansısa bir xeyirlər var. Biz bunu bilsək də, bilməsək də. Məsələnin birinci tərəfi budur. İkinci tərəfi də odur ki, qardaşlar, Allah Taala'ya ədəb baxımından deyilmir ki, məsələn, pis şeyləri Allaha nisbət eləmirsən. Ümumən deyirsən. Quranda, sünnədə də elə gəlib. Ümumən gəlib ki, Allah Taala hər şeyin xaliqidir, hər şeyi yaradıb. Yəni, onun içində yaxşı da var, pis də var, hə? Ancaq xüsusi olaraq qeyd eləmirsən. Görürsünüz, dualarda deyirsən ki, məsələn, ey Cəbrailin, Mikailin, İsrafilin Rəbbi, tutaq ki, hə? Əzəmətli ərşin Rəbbi, tutaq ki, görürsən, yaxşı şeyləri, əzəmətli məxluqa deyirsən ki, onların Rəbbi, hə? Onları yaradan. Ancaq, məsələn, pis bir şeyləri demək olar, məsələn, filan pis bir şeyin Rəbbi və s. Yox, bu Allahla ədəbdən deyil. Halbuki Allah Taala hər bir şeyin Rəbbi və yaradıcısıdır. Ona görə də hətta cinlər belə, Cin surəsində, fikir verin,
Və ennə la nadri əşərrun uridə bimən fil ardı əm aradə bihim rabbuhum raşədə. Hətta cinlər belə Allah Taala bizə xəbər verir. Nə deyirlər? İman gətirdikdən sonra deyir, biz bilmirik ki, yer üzərindəkilər üçün şər istənilib deyir. Demir ki, Allah istəyib. Sonra amma görün nə deyir? Əm aradə bihim rabbuhum raşədə. Və ya Rəbləri onlar üçün hidayət istəyib. Birincidə nə deyir? Deyir ki, biz bilmirik ki, yer üzündə olanlar üçün şər istənilib, demir ki, Allah istəyib. Amma ikincidə hidayət barədə deyir ki, Rəbləri istəyib. Aydındır. Hətta cinlər belə nədir? Ədəb baxımından, yəni bu ədəbi Allah Taala ilə gözləyirlər və pis şeyləri Allah Taalaya nisbət eləmirlər. Ondan sonra qardaşlar, bayaq dedik ki, hər bir şey Allah Taala'nın istəyi ilə baş verir. Və elə bir şey yoxdur ki, biz onu istəyək, Allah istəməsin və o olsun. Mümkün deyil. Nəyinsə olması üçün mütləq Allahın onu istəməsi lazımdır. Ancaq bizim istəməyimiz isə nədir? İstəyə də bilərik, istəməyə də bilərik. Heç bir şeyi həll eləmir. Yəni, əsas Allahın istəməyidir. Yaxşı. Allahın istəməyi də, qardaşlar, iki cürdür. Allah Taala'nın istəməyi Quranda və sünnədə iki cürdür. Bunlardan birinci, ona biz deyirik ki, qədər baxımından istəməsi, kövni mənada istəməsi. Bu da nədir? Allah Taala bir şeyi istəyirsə olur. Biz bayaq danışdıq qədərin mərtəbələri. Üçüncüdə dedik ki, Allah Taala istəməsi. Yəni, Allah Taala istəyir və olur. Bu, ümumi qədəri mənadadır. Bunun içinə yaxşı şeylər də daxildir, pis şeylər də, xeyr də daxildir, şər də daxildir. Hər bir şeydə hikmət, hansısa bir hikmətlərə görədir. Aydındır. Ancaq Allah Taala'nın ikinci istəyi isə nədir? Yəni, ikinci növ istəyi isə sevməyi mənasındadır ki, bəzi ayələrdə, hədislərdə Allah istəyir deyəndə, yəni Allah Taala onu şərri cəhətdən istəyir. Yəni, qullarından onu istəyir ki, onu eləsinlər. Allah Taala istəyir ki, hər kəs yalnız ona ibadət eləsin, ona heç bir şeyə şərik qoşmasın. Ancaq bütün hamı eləyir onu? Yox. Yəni, Allah Taala bunu istəyir, yəni bunu sevir. Yəni, bunu şəriət olaraq qoyub. Aydındır? İndi bunların arasında birinci misal çəkək onlara, ondan sonra nə edək? Onların arasında olan fərqlər deyək. Baxın, birinci dediyimiz o qədər mənasında olan istəmək var. O barədə məsələn, baxın, Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə buyurur ki, وَلَا يَنْفَعُكُمْ نُصْحِ إِنْ أَرَدْتُ أَنْ أَنْصَحَ لَكُمْ إِنْ كَانَ اللّٰهُ يُرِيدُ أَنْ يُغْوِيَكُمْ. Deyir ki, Peyğəmbərin dilindən ki, mən deyir, əgər sizə xeyr istəsəm, nəsihət eləmək istəsəm, ancaq Allah Taala deyir, sizi azdırmaq istəsə, mənim nəsihətim sizə heç bir fayda verməyəcək. Yəni, mənim sizi doğru yola yönləndirməyim, əgər Allah sizə azdırmaq istəyirsə, sizə o nəsihətin heç bir xeyri olmayacaq. Görün, burada nə dedi? İn kənəllahu yuridu ən yuğviyakum. Əgər Allah sizi azdırmaq istəyərsə. Allahın istəməyi də bu, düzdür? Ancaq bu nədir? Qədər baxımındandır ki, Allah Taala yəni əgər sizin qədərinizdə yazıbsa, istəyibsə ki, siz zəlalət əhli olacaqsınız, mən nə qədər də çalışsam sizə hidayət verə bilmərəm. Bu Allah Taala'nın kövni istəyidir. Başqa bir ayədə deyir ki, "Fəmən yuridillahu an yehdiyahu yəşrah sadrahu lil-İslam." Deyir ki, əgər Allah kiməsə hidayət vermək istərsə, onun qəlbini İslam üçün açar, genişləndirər, köksünü genişləndirər. "Və men yurid an yudillahu yec'al sadrahu dayyqan haraca." Ancaq deyir kimi əgər azdırmaq istəyərsə, onun qəlbini nə edir? Dar və narahat eləyər. Aydındır? Burada da nə bildirir? Demək, Allah Taala kimlərinsə haqq yolda olmağını istəyir, kimlərinsə zəlalətdə. Ancaq bu nədir? Yenə də şəri istəyi deyil, sevmir. Allah Taala sevmir ki, kimsə də zəlaləti seçsin. Ancaq qədər mənasında, qədər baxımından Allah Taala bunu yazıb. Kimlərsə hidayət üzərində olur, kimlərsə zəlalət.
Və onu da biz dedik ki, nə üçün? Çünki insana o ixtiyarı verir, insan özü ona yönəlir və Allah Taala da onun yönəldiyi şeyi onun üçün nə edir? Asanlaşdırır. Yaxşı. Bəs şəri mənada istəyi Allah Taalanın nədir? Yuridullahu bikumul yusra və la yuridu bikumul usr. Deyir Allah Taala sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Başqa ayədə deyir ki, və ma yurid deyir ki, "Mə yuridullahu liyec'ale aleykum min harac, velakin yuridu liyutahhirakum və liyutimme ni'metehu aleykum leallekum teşkurun." Deyir Allah sizi deyir çətinliyə salmaq istəmir. O deyir sizi nə edir? Təmizləmək, sizin üzərinizdə olan nemətini tamamlamaq istəyir ki, şükr edəsiniz. Demək Allah Taala nə istəyir? Bizi təmizləmək istəyir. Bizim hidayət olmağımızı istəyir. Bunu necə istəyir? Yəni sevir. Yəni bunu şəriət olaraq biz üçün qoyub. Yaxşı, indi fərqlər, bu iki istək arasında fərq nədir? Birinci fərq odur ki, qardaşlar, Allah Taala qədəri kövni istəyi ilə istəyirsə, yəni o nədir? O mütləq olmalıdır. O mütləq olmalıdır. Allah Taala nə istəsə o olmalıdır. Ancaq o bir istəyi var, şəri istəyi, sevdiyi bir şey istəyi. O ola da bilər, olmaya da bilər. Çünki o şəriətdir. Onu Allah Taala istəyir səndən və sənə nə edir? Şəriət olaraq qoyur. Ancaq sənə nə verib? İxtiyar verib, seçim verib və səni imtahan edib ki, sən onu əgər seçəcəksənsə, onu eləyəcəksənsə, demək Allah Taala'nın o istəyini yerinə yetirəcəksən. Eləməyəcəksənsə, yox. Bu birinci fərq. İkinci fərq nədir? Elə bu dediyimdən anlaşılır ki, şəri istək, qardaşlar, Allah Taala'nın ancaq sevdiyi şeylərdir. Yəni sevir, sevmək mənasındadır. Ancaq kövni, qədəri istəyi isə Allahın sevdiyi şeylər də var, onun içində sevmədiyi şeylər də var. Aydındır? Bu ikinci fərqidir. Yəni misalı başa düşürsünüz. Mən belə biraz reaksiya verin arada başa düşün. Yəni bax, Allah Taala istəməyən şeyi bütün kövündə baş verə bilməz. Düzdür? Ancaq bununla bərabər kimsə müsəlman olur, kimsə kafir olur. Demək ki, bunu da Allah Taala istəyib, onu da Allah Taala istəyib də, düzdür? Ancaq bunu Allah Taala sevib, əmr eləyib, şəriət eləyib. Ancaq bu birisini isə sevməyib, şəriət eləməyib, daha da qadağan eləyib. Aydındır? Demək, bunun arasında fərq var da. Düzdür? Başa düşürsünüz? Bu ikinci. Ondan sonra nə fərq var? Kafir istəməyi öz istəyi deyil. Necə? Kafir olmağı onun öz istəyidir də kafir olur. Onun istədiyi, o aydındır. Bəs mən də onu deyirəm ki, bax, Allah Subhanahu wa Taala bütün insanlardan istəyir ki, onlar iman gətirsinlər. Müsəlman olsunlar. Düzdür? Hidayət üzərində olsunlar. Bunu sevir, şəriət olaraq qoyur. Ancaq sonra nə edir? İnsanlar üçün seçim qoyur. Və o seçim qoyanda bəziləri müsəlman olacaq, o seçimi seçəcək. Bəziləri isə kafir olacaq. Düzdür? Ancaq Allah Taala istəsəydi, necə ki ayələrdə gəlir, hamını hidayət eləyərdi. Düzdür? Ancaq Allah Taala hikməti ilə, qədəri ilə elə qoyub ki, kimlərsə imanı seçəcək, kimlərsə küfrü seçəcək. Və bu baş verirsə, demək Allah Taala buna izin verir də, buna istəyir ki, bu baş verir. Aydındır? Ancaq o demək deyil ki, Allah Taala küfrü sevir. Belə. İndi o barədə inşallah yenə də davam eləyəcək. Demək, nə barədə danışırdıq? Birinci odur ki, Allah Taala'nın kövni istəyi ilə, iradəsi ilə şəri iradəsinin arasında birinci fərq odur ki, Allah Taala şəri iradəsi, o deməkdir ki, onu sevir, ancaq qədəri, kövni iradəsi, fərq eləmir, sevə də bilər, sevməyə də bilər. Yaxşı? İkinci o idi ki, əgər Allah Taala kövni iradə ilə istəyibsə, onda o mütləq olmalıdır. Ancaq şəri iradə isə, ola da bilər, olmaya da bilər. Yəni, əsas fərqlər budur. Başqa fərqlər artıq təfsilata girir. Yaxşı. Qədərin dəyişib-dəyişməməsi barədə nə deyə bilərik? Baxın, Allah Subhanahu wa Taala bayaq dediyimiz kimi göyləri və yeri yaratmamışdan 50 min il öncə Levhul Məhfuzda neyiniyib? Qədəri yazıb, düzdür? Bu qədər heç vaxt dəyişə bilməz. Bu qədər sabitdir və dəyişə bilməz. Qələmlər qaldırılıb
səhifələr isə quruyub. Necə ki Allah Taala buyurur ki: "Mə asabə min musibətin fil ardı və la fi anfusikum illə fi kitabin min qabl an nabra'aha." Deyir, sizin yer üzərində baş verən, həmçinin sizin özünüzdə baş verən hər bir şey nədir? Hər bir şey Allah Taala onları yaratmamışdan öncə yazılmışdır. Kitabdadır. Yaxşı. Bəs başqa bir ayədə Allah Taala buyurur ki: "Yamhullahu ma yasha'u və yuthbit." Deyir ki, Allah istədiyi şeyi silir, istədiyi şeyi isə saxlayır, yəni sabit eləyir. Və indehu ummul kitab. Və ummul kitab kitabların anası da ondadır. Bəs burada bu ayə barədə bəlkə eşitmisiniz. Yəni bu ayədə barədə nə deyə bilərik? Yəni burada məyər o deməkdir ki, Levhul Mahfuzda yazılan qədər, yəni Allah Taala istəyəndə onu saxlayır, istədiyini silir. Bu barədə alimlər iki dənə əsas rəy deyirlər. Birincisi deyirlər ki, bu Allah Taala istədiyini silib, istədiyini sabit eləməsi şəriətə aiddir. Məsələn, Allah Taala tutaq ki, ayələr endirir, hansı bir hökmlər endirir, sonra istədiyini nəsx eləyir, düzdür, istədiyini isə sabit saxlayır. Bəzi alimlər bu ayəni belə təfsir edirlər. Yəni deyir, bunun qədərlə əlaqəsi yoxdur, bunun əlaqəsi şəriətlədir. Məsələn, Quran ayələri, bilirsiniz də, elələri var ki, nəsx olunub, ümumiyyətlə, ləfz olaraq nəsx olunub. Heç Quran-ı Kərimdən sayılmır, biz onu oxumuruq Quranda. Eləsi də var ki, biz onu oxuyuruq, ancaq hökm olaraq nəsx olunub. Bəzi alimlər bunu ilə əlaqələndirirlər. Bəziləri isə, qardaşlar, deyirlər ki, bunun o birisi mənası demək, mələklərin əlində olan yazıları silməsidir. Ancaq Levhul Mahfuzda olan yazılar isə heç vaxt silinmir. Aydındır, əgər bu ayəni biz desək ki, bu qədər mənasındadır ki, Allah Taala istədiyini silir və istədiyini saxlayır, sabit saxlayır. Yəni o mələklərin yazdığı qədərdir. Levhul Mahfuzda yazılan qədər deyil. Və burada qısa olaraq xatırlatmaq lazımdır ki, Levhul Mahfuzda yazılmış qədər, bayaq danışdığımız qədər. O nədir? Ummul kitabı, yəni kitabın anası, yəni ki, o əsas yazılmış qədər odur, heç vaxt dəyişilməyən. Ancaq biz hədislərə, ayələrə baxanda görürük ki, ondan başqa da yazı gəlir, ondan başqa da qədər yazılır. Kiçik qədərlər, kiçik zamanı əhatə eləyən qədərlər. Məsələn, məşhur hədis var İbn Məsudun radiyallahu anh, insanın yaradılış mərhələləri. Orada nə deyir? Orada artıq 120-ci günündə də, 3-cü 40 günlükdə deyir, Allah Taala mələk göndərir insan ana bətnində olanda və ona əmr eləyir ki, ona ruhu üfürsün və neynəsin? 4 şeyi yazsın. Onun əcəlini, ruzisini, sonra əməlini, yəni cənnət və ya cəhənnəm əhli olur, bədbəxt və ya xoşbəxt və ya bədbəxt olmasın. Bu nədir? Demək, bu ömürlük qədərdir. O, onsuz da Levhul Mahfuzda var hər bir şey. Ancaq ondan da yəni əlavə olaraq mələk gəlir, insan doğulanda onun ömrünün, yəni ömürlük qədərini, hər kəsə xas olan, o artıq hər kəsə ayrı xasdır, hər kəsə ayrı bir yazılır. Aydındır? Odur. Ondan başqa, məsələn, Quran-ı Kərimdə Qədir gecəsi barədə gəlir ki, o gecədə bütün, yəni əhəmiyyətli, şəni olan şeylər yazılır. Yəni, fəsl olunur da, yəni qədərə yazılır, belə deyək. Yəni, o da nə bildirir? O da illik demək, Qədir gecəsində illik qədər yazılır insanın. İnsanın ömründə illik nə baş verəcəyi. Hətta bəzi alimlər deyir ki, məsələn, kim həcc eləyəcək, kim həcc eləməyəcək. Aydındır, yəni illik, hər Qədir gecəsindən Qədir gecəsinə qədər baş verəcək şeylər yazılır. Həmçinin gündəlik qədər var. Yəni, bunlar mələklərin yazdığı qədərdir. Ancaq bunların əsli hamısının haradadır? Bəli. Levhul Mahfuzdadır. Allah Taala onu yazıb və neynir? Heç vaxtda silinmir. Bəs yaxşı, hədis var ki, vaxtı mən xəbər eləyin yaxşı. Hədis var ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, "Lə yaruddul qada'a illə-du'a." Duanı, daha doğrusu qəzanı, yəni qədəri, duadan başqa heç bir şey dəf eləyə bilməz. Və hədisin davamında deyir ki, "Və lə yazidu fil umri illə el-bir." Və ömrü də, yəni
yaxşılıq etməkdən və ya əgər burada Allah aləm birrul valideyn nəzərdə tutulursa, valideynlərə yaxşılıq etməkdən başqa heç nə eləmir. Çox güman ki, odur mənası. Uzatmır. Yəni burada biz başa düşürük ki, nədir? Dua qədəri, yəni yazılan bir şeyi dəf eləyə bilir. Hə? Və həmçinin də ömür də yazılıb axı, əcəl də yazılıb axı. Ancaq burada gəlir ki, valideynlərə yaxşılıq nə edir? Ömrü uzadır. Yaxşı, bunlar hamısı yazılıbsa və dəyişmirsə, necə ola bilər ki, bu hədisləri Peyğəmbər sallallahu aleyhi və səlləm desin? Hə, kim cavab verər tez? Bəli, mələklər, biz dedik ki, birinci qayda olaraq, dəyişə bilən ancaq mələklərin yazdığı qədərdir. Yəni, Lövhül Məhfuzda olan yox. Bəs yaxşı, bu dəyişirsə, o necə dəyişmir? Orada yazılmışdı, necə olur? Bəli, orada var ki, məsələn, insan tutaq ki, dua eləsə, hə? Dua eləyəcək, belə olacaq və dua eləməyəcək, olmayacaq. Dua eləsə, hə? Filan şeyi ondan qaldırılacaq, eləməsə qaldırılmayacaq, tutaq ki. Yəni, hər bir şey, bəli, onsuz, bəli, hər bir şeyin əsli orada yazıldığına görə bu heç də təzad təşkil eləmir, yəni ziddiyyat təşkil eləmir. Ondan sonra, başqa nə danışa bilərik bu barədə? Qədər barədə deyə bilərik ki, qardaşlar, kimsə özünə hüccət götürə bilməz qədəri günahlara görə. Allah Teala bunu Qurani Kərimdə kafirlərə yəni qınıyıb bu mövzuda. O kafirlər Allahın qədərini yəni hüccət olaraq gətirdi ki, biz niyə görə iman eləməmişik, küfr eləmişik? Çünki Allah bizi yəni qədərimizdə belə yazıb. Aydındır? Bunu eləmək olmaz. Günahlara görə insan qədəri geri hüccət gətirməsin. Aydındır? Bu qadağan olunmuş əməllərdəndir. Ondan sonra vaxt varsa axırıncı məsələ bir dənə toxunaq, 5 dəqiqə. Hə? O da nədir? Hidayət və Allah Taala'nın hidayət verməsi, kimlərəsə hidayət verməsi, kimlərisə azdırması. Biz görürsünüz Qurani Kərimdə bir çox ayələrdə deyirik ki, Allah Teala istədiyinə hidayət verir, istədiyini isə azdırır. Düzdür? Allahın hidayət verdiyini heç kim azdıra bilməz, azdırdığına da heç kim hidayət verə bilməz. Düzdür? Bayaq da dedik ki, Allah Teala əslində hamı üçün hidayət istəyir. Şəri istək mənasında, sevmək mənasında istəyir ki, bütün qulları ona ibadət eləsin, hidayət olsun. Ancaq nədir? Baxın, Allah Teala yenə deyirəm ki, seçim verir insana. O seçimini əvvəlcədən də bilir, yazıb, düzdür? Bəs niyə görə kiməsə hidayət verir, kiməsə zəlalət? Allahın hidayət verməyi, qardaşlar, kiməsə hidayət verməyi, həmən quluna rəhm eləməsi, yaxşılıq eləməsidir. Amma azdırmasısa, biz azdırmaq deyirik, ya. Allahın azdırması necə baş verir, kim bilir? Bəli, Allah Taala'nın azdırması onu öz nəfsi ilə baş-başa buraxmasıdır. Onu öz nəfsi ilə baş-başa buraxmasıdır. Biz məsələn dua eləyəndə deyirik, "Və la təkilni ilə nəfsi tarfat ayn." Məni öz nəfsimlə bir göz qırpımında belə tək buraxma. Düzdür? Çünki insan əgər Allahın müvəffəqiyyəti ondan qaldırılarsa, Allahın hidayəti, Allahın köməyi ondan qaldırılarsa, öz başına qalarsa, o azar. Hidayət ola bilməz. Aydındır? Və Allahın azdırması, biz deyəndə ki, Allah Teala istədiyini azdırır. Yəni, Allah Teala ondan köməyini, müvəffəqiyyətini qaldırır. Aydındır? Onu başına buraxır və o azır. Allah Teala'nın kiməsə hidayət verməsi ona olan rəhmətidir, yaxşılığı, ehsanıdır. Kimdənsə köməyini qaldırması, hidayətini qaldırması isə ədalətdir. Ədalətdir. İnsan əgər ona yönəlirsə, zəlalətə yönəlirsə, günahlar eləyirsə, Allahdan üz döndərirsə, Allah Teala da onu necə azdırır? Onu başına buraxır. Allah Teala öz müvəffəqiyyətini, rəhmətini, hidayətini ondan götürür ki, qalır öz başına və elə azır. Və bu da nədir? Ədalətdir. Aydındır? Yəni Allah Teala heç kimə zülm eləmir ki, kimisə seçsin onu azdırsın, hə? Və kimi də seçsin ona hidayət yox.
Kimisə seçir, onun elədiyi yaxşı əməllərə görə ona savab olaraq, mükafat olaraq daha da hidayətini neynir? Artırır. Ancaq kim ki zəlalətə özü yönəlirsə, Allah Taala sadəcə köməyini onun üzərindən götürür, onu başına buraxır və o insan da neynir? Azır. Və buna görə də Quran-ı Kərim deyir, ələm necəlləhu ayneyn. Biz deyir ona iki göz vermədiyimi, və lisanən və şəfətəyn, dil və iki dodaq vermədiyimi. Sonra deyir, və hədəynəhun nəcdeyn. Və ona yəni iki təpə gəlir mənaca, ancaq onun mənası nədir? Həm xeyrin yolunu, həm də şərrin yolunu deyir, göstərmədiyimi. Yəni Allah Subhanahu wa Taala xeyrin yolunu da göstərib, şərrin yolunu da göstərib. Yaxşı, hidayətin də qardaşlar bir neçə növü var. Ancaq əsas müxtəsər olaraq, yəni bizə lazım olan hidayət deyiləndə Quranda və ya sünnədə əsasən iki şey başa düşülür. Və bunu iki dənə ayə deyəcəm, iki oxşar ayə deyəcəm, başa düşəcəksiniz fərqini. Ayələrin birində Allah Subhanahu wa Taala öz peyğəmbərinə belə buyurur: "Və innəkə lətəhdi ilə sıratın müstəqim." Həqiqətən sən doğru yola hidayət eləyənsən. Fikir verin, həqiqətən sən doğru yola hidayət eləyənsən. Başqa bir ayədə isə buyurur ki, İnnəkə lə təhdi mən əhbəbt. Deyir, həqiqətən sən sevdiyin bir kəsə hidayət verə bilməzsən. Və ləkinnə Allahə yəhdi mən yeşə. Allah isə istədiyinə hidayət verəndir. Yəni, birincidə deyir ki, həqiqətən sən hidayət verirsən düzgün yola. İkincidə deyir ki, sən sevdiyinə hidayət verə bilməzsən, hidayəti verən Allahdır. Burada biz başa düşürük ki, bu eyni hidayət deyil. Bu iki dənə ayrı-ayrı hidayətlərdir. Nədir fərq? Birincidə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ki, düzgün yola hidayət edir, yəni yönəldir. Yönətmək, dəlalət eləmək hidayətidir ki, onu Peyğəmbərlər, salih insanlar və s. Yəni, başqaları da buna qadirdir. Məsələn, bir kəsi sən doğru yolu göstərirsən, ona da hidayət deyirsən, ona hidayət verirsən, yəni ona doğru yolu göstərirsən, irşad edirsən onu. Ancaq ikincidə ki, deyir ki, sən istədiyin, sevdiyin kəsə hidayət eləməsən, ancaq Allah istədiyinə hidayət verir. O isə müvəffəqiyyət hidayətidir. Əsl hidayət, hansı ki, onu ilə artıq insan hidayət qazanır. O nədir? O artıq ancaq Allah Taalaya xasdır. O insanlara, hətta Peyğəmbərlərə belə xasdır. Peyğəmbər sallallahu aleyhi ve sellem nə qədər çalışdı ki, əmisi hidayət olunsun, nə qədər onu öyrətdi, yəni doğru yola yönəltdi. Ancaq Allah Taala istəmədi deyə nə oldu? O hidayət olunmadı. Allah Taala onu vermədi. Aydındır. Yəni, bu hidayətin iki dənə əsas növüdür. Artıq vaxtımız sona yetir. Bugün bununla tamamlayırıq. Vallahu a'lem və sallallahu və səlləm alə nəbiyyinə Muhammed. Söndürün.